İnsanın həyatına bərəkət verən amillərdən biri proqramla yaşamaqdır, nizamla yaşamaqdır. Qurursan nizamı, gedirsən yoluvu, o ilahi yoluvu. Orada biri səndən küsəcək, qoy küssün. Bir müddətdən sonra fırram səndən barışacaq, narahat olma. Barışması da özü bilsin. Mən özüm bax belə şeylərlə üzləşirəm həyatda. Mən demirəm necə uğur qazanmışam həyatda. Nə zərrə nəsə də veribsə də Allahın lütfüdür, o da sizlərin duasıdır, bir şeyim yoxdur həyatda. Görsən məsələn mənim vaxtım budur da kitab yazmalıyam, kitab oxumalıyam, mütaliə eləməliyəm, tutaq dərs deməliyəm, danışmalıyam, moizə eləməliyəm. Qardaşlar olur ki, məsələn çağırır. Mən baxıram proqramıma. Düz gəlməyəndə getmirəm. Gözən küsür, biri incir. Maksimum çalışıram qəlbini alım, amma yenə də küsür. Mən onun istəyi, bunu istəyi belə yaşasaq, onda mən bu xidmətləri gəl eləməyim də, hə? Siz də istəməzsiniz mən belə olum yəqin ki. Bir müddətdən sonra barışacaq, barışmayan da neyniyək, amma maksimumda çalışmışam barışaq.